Qafqazda trip reallığı İrəvan Tiflisi sıradan çıxarır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə 2026-cı ilin yanvar ayının sonuna qədər Gürcüstan və Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 132 vaqon Rusiya buğdası çatdırılacaq. Armeniya Today qəzetinin verdiyi məlumata görə isə İrəvan Rusiya yükləri də daxil olmaqla Asiya ölkələrindən gətirilən yüklərin Azərbaycan ərazisindən dəmir yolu ilə tranziti üçün yeni müraciətlər hazırlamağa hazırlaşır. Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana taxıl və digər malların tranzitinə başlanması həqiqətən də tarixi dönüşdür. Xüsusilə Rusiyadakı erməni lobbisi Abxaziyanın işğalını dayandırmadan və Gürcü qaçqınlarını geri qaytarmadan bu ərazidən dəmir yolu ilə yük tranzitini təşkil etməyə çalışırdı. Qarabağ, Abxaziya, Sxinvali bölgəsində müharibələr, eləcə də Ermənistanın separatçı layihələri səbəbindən Cənubi Qafqazda strateji əhəmiyyətli kommunikasiya yolları uzun müddətdir bağlıdır. İllərdir rahat və ucuz dəmir yolu daşımalarından kənarda qalan Ermənistana 2025-ci il noyabrın 5-də Srinin dağılmasından bəri ilk dəfə Iqrain Qates şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisindən keçən yeni dəmir yolu marşrutu ilə Rusiya buğdasının ixracı həyata keçirildi. 1050 ton 3-cü sinif buğdanın ilk partiyası dəmir yolu operatoru Rusagrotrans tərəfindən idarə olunan 15 taxıl vaqonu ilə daşındı. Rusların bu qədər sürətlə irəlilədiyini görməmişdim. Ukrayna müdafiə qüvvələri üçün cəbhədəki vəziyyət getdikcə daha da pisləşir. Rusiya tərəfi hazırda əlverişli mövqeyə malikdir. Axar az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusundan polkovnik leytenant Maksim Jorin deyib. Onun sözlərinə görə hamı sülh danışıqlarını və sülh planının hər bir bəndini ayrı-ayrılıqda müzakirə edərkən cəbhədə vəziyyət Ukrayna döyüşçüləri üçün hər keçən gün pisləşir. Bəzi ərazilərdə təcili dəyişikliklər olmadan vəziyyət onsuz da kritik olacaq. Əslində düşmənin uzun müddətdir bu qədər sürətli irəlilədiyini görməmişəm. İndiki məsələ konkret yaşayış məntəqələrinin itirilməsi deyil, düşmənin bütün sektorlardakı əməliyyat mövqeyində əhəmiyyətli dərəcədə yaxşılaşmadır, deyə Jorin qeyd edib.